Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirənin mətbəxində. Mən bugün dünyanın ən gözəl neməti olan çörək hazırlayıram. Mən çörək almıram, lap belə cavanlığımdan həmişə evdə çörək bişirmişəm. Alınma çörək xoşuma gəlməyib, evdə özüm hazırlamışam həmişə. Uşaqlarım balacadı olanda, indi də yenə hazırlayıram. Hər ay mən bir meşə un alıram, ancaq çörək hazırlayırıq bir ay. Ev şəraitində qatqısız, ancaq buna vurduğumuz duzla quru mayadır. Amma mən uşaq olanda anam rəhmətli asxamrən eləyirdi, indi asxamrən eləmirik də, mən heç daha nəsə maraqlanmadıq, illərdə elə quru maya ilə eləyirəm. Duz, elə bil 1 kiloqram məsələn una, 1 çay qaşığı duz ya 1 xörək qaşığı duz, qalıb indi sizin tez tələsik eləmək üzrə. 1 yarım xörək qaşığı duz, bir də su, ilıq su. Qəşəng xəmiri yoğururam. Bu xəmiri də şirniyyat xəmiri kimi mən üçün fərq eləməz nə bişirəcəm. Əgər xəmir eləyirəmsə, hökmən o xəmiri çox bəzləyirəm. Çox yoğururam, onda xəmirdən çörək də, şirniyyat da, nə də elə söz ləzzətli olur, qəşəng olur. Axırda da əlimi biraz duru yağla eləyirəm. Onu qəşəng möhkəm vəzləyirəm, yoğururam. Hardasa 1 saat yarım qalır. Əslində mənim xəmir əlimdə acıyır. İnanın, xəmir eləyirəm, biraz keçirəm, görürəm xəmir acıyıb. Çox vəzləyirəm, əlimdə acıyır xəmir. Qəşəng belə bərk xəmir olmur. Çörəyin xəmirini yumuşaq eləyirəm ki, çörək özü də yumuşaq alınsın. Acıdı qəşəng unla kündəliyirəm. İriliyi, xırdalığı qalıb özdə. Məndə uşaqlar nazik çörək xoşlayır. Amma o xəstə uşağa mən həmişə belə qalın çörək bişirirəm. Onun dişi yoxdur, yeyə bilmir. Nazik çörək, uşaqlar, evdəkilər nazik çörək xoşlayır. Nazik çörəkdə bişirən kimi çox dadlı olur. İnan ki, pendirlə yedikcə yeyirsən, adam doymur o isti çörəkdən. İsti çörəyində bilirsiniz ki, ən gözəl yavanlığı pendirdir. Kündəyə vururam qəşəng, 2 dənə balaca uzun çox kündə eləyirəm, 2 dənə uzun çörək hazırlayacağam. Elə bil 2 dənə yayıram böyük listə. Bir dənə də eləyirsən, yumru eləyə bilərsiniz qəşəng, nə boyda istəyirsiniz eləyin. Qalıb sizin list üzə, tavanın qabına, sobanın qabına. Nə formada, nə fason istəyirsiniz. Mən özüm qara unla kərpic çörəkdə bişirmişəm. Ona bilmirəm niyə, rəhmətli anam bıxankə deyir, dəmişə bıxankə çörək. Qəşəng yaydım, kündəliyirəm, kündəyə düşür. Yaydım, üzərinə süt vurursan, hətta sütə biraz zəfəran da vursun. Çox gözəl olur da, ev çörəyi istəyir, nə qədər gözəl çöldən, dükandan, bazardan çörək alasan, xeyri yoxdur. Evdə bişirdiyin çörək başqadır, ətri də, dadı da başqa cür olur. Qəşəng nazik dilimlərə vururam, bilqalayıram, qoyuram bişməyə. Peçin ən axırıncı, sobanın ən axırıncı xodunda bişirirsən. Yəni, axırıncı 250-dir, 280-dir, 270 axırıncı. Qəşəng, gözəl, göyçək, ətirli, ləzzətli, üzərinə yenə süt vururam. Çörəklər çıxdı. Belə çörək bişirəm, inanırsınız, bəlkə də ikisi ilə bax birdən pendirlə yeyilir, gedir. Çünki isti çörək pendirlə, yağla, ondan, şit şorla, yağla çox əla yeyilir. Yeyəndən sonra da deyir ki, çox vacib edir, bu qədər çörək yeyək. İsti çörəkdən doymaq olmur, həqiqətən. Qəşəng çörəklərim çıxdı. Məsələn, çörək alırsınız dükandan, çörəyin pulunu una verib çörək bişirirsiniz, həm bərəkətli olur, həm də ləzzətli. Sağ olun, sağlığına.